Salam, hər vaxtınız xeyir olsun. Əziz kanalımın izləyiciləri, bu gündən etibarən yenidən ardıcıl olaraq, ardıcılığı qoruyaraq video izahların məndən görəcəksiniz. Deməli, istər dimə, istər MIQ imtahanı, eyni zamanda sertifikasiya imtahanına girən müəllimlər üçün, bir də bu ildən əlavə olaraq RFIM rayon fənn müsabiqələrinə şagird hazırlaşdıran müəllimlər üçün, eyni zamanda şagirdlərin özü üçün faydalı olacaq sinif dərsliklərinin izahına başlamaq istədim. Düşündüm ki, həm məktəblər açılıb artıq şagirdlərə də bir faydamız olar hər hansı mövzunun izahında, eyni zamanda müəllimlərə və ya müəllim işləmək istəyən müdavimlərə, sertifikasiya keçəcək müəllimlərə də bir faydamız olsun. Bu gündən etibarən sinif dərsliklərinin hissə-hissə izahlarını verəcəm. Bəzən ola bilər bir videoda 2 bölmə, bəzən ola bilər mən çox istəyirəm ki, hissə-hissə bir bölməni bitirim. Ondan sonra 5 belə deyək bölmədən ibarətdir bizim dərsliyimiz. Öncə o haqda məlumat verəcəm. Təbii ki, 5 hissəli bir video hazırlayıb sizlərə təqdim edəcəm. Sizdən də xahişim, istəyim budur ki, videolara baxarkən bəyənməyi, şərh yazmağı, eyni zamanda dostlarla paylaşmağı unutmayın. Paylaşın ki, daha çox insana faydamız olsun. Ya Allah, biz başladıq. Deməli, birinci biz həm sinif dərsliklərin, eyni zamanda metodik vəsaitlərində birgə üzərində sizlərlə birgə işləyəcəyik. Daha sonra mövzu bitdikdən sonra mövzu sonundakı testlərə, bölmələr bitdikdən sonra metodikdə olan KSG-lərə baxmağı hədəfləmişik. Təbii ki, ekranın sağında gördüyünüz metodik vəsait, solda isə yenilənmiş informatika dərsliyidir. Hər bir müəllim bilməlidir, bilməyi vacibdir. Müəlliflərdən Allah rəhmət eləsin, Ramin Mahmudzadə müəlliflər, İsmail Sadıqov, Nailə İsayeva. Ramin müəllim dünyasını dəyişənə qədər belə deyək də, bu sahələrdə, informatika sahəsində bir xeyli töhfə vermiş insanlardandır. Çox təəssüf ki, müəllim ən çox istədiyi bir şey idi ki, Dövlət İmtahan Mərkəzinə informatika qəbul fənni kimi salınsın. Onun vəfatından sonra salınıb. Ruhu yəqin ki, hər an şaddır. Biz müəllimlər də o cür müəlliflərə, o cür alimlərə belə deyək də, faydalı olmağa çalışırıq. İsmail müəllim, Naidə müəllimə hər biri belə deyək, müstəsna bizə dəstəyi olan müəllimlərdəndir. Biz başlayaq. Burada ən çox bir müəllim olaraq da bilməyinizdə fayda var ki, müəllifləri mütləq bilin. Yəni hər bir dərsliyin müəllifi mütləq bilinməlidir. Sinif dərsliyimiz 5-ci sinif dərsliyi və eyni zamanda bölmələrlə sizi tanış edim. Bizi qarşıda gözləyir 5 bölmə. Birinci bölməmiz ekranda gördüyünüz informasiya. Bölməmizin adı informasiyadır. Bu videoda yayın 4 mövzunu ümumi qısa izahla sizə təqdim edəcəm. İnformasiya bölməsinə aid olan mövzular. İnformasiya nədir? İnformasiyanın kodlaşdırılması, informasiya modeli, eyni zamanda informasiyanı ölçmək olarmı? Ümumiləşdirici tapşırıqlara da sizlərlə birgə baxarıq. Ümumi bölməmiz sinif dərsliyi 96 səhifədən 5 bölmədən ibarətdir. Bildiyiniz kimi çox balaca bir kitabdır. Çünki adi rəqəmsal olmayan siniflərdə informatika həftədə bir dəfədir. Bir dəfə olduğu üçün də 96 bölmə ümumən yerləşdirə bildiyimiz 33 saat, ümumi 34 saatda orada birləşdirdiyimiz bölmələr var. Müəllim olaraq bunları da sizin diqqətinizə çatdırım. 5 bölmə ən azından qaydaları bilirsiniz. Kiçik summativ qiymətləndirmə BSG olmayan siniflərdə maksimum belə deyək də minimum 3-dən az olmamalıdır. Yəni burada belə çıxır ki, bizim 1,5 ilə 2 summativimiz, 1,5 ilə 3 summativimiz düşür. Xeyr, belə bir şey ola bilməz. Ona görə deyəcəm hansı mövzuda mövzu bölməni 2 hissəyə bölərsiniz. 5-ci bircə saniyə mən burada elə sizə göstərim. Müəllim olaraq da bir fayda olsun sizə. Elə bir mövzumuz var ki, baxın, bircə saniyə, 3-cü bölməmizdir. 3-cü bölməni yaxşı olar ki, 2 hissədən ibarət edəsiz. Məsələn, mən elə edirəm. Fikir verin. Tətbiqi proqramlar. Kompüterdə şəkil çəkirəm. Şəklin fraqmenti ilə iş, fraqmentin əyilməsi, döndərilməsi. Bu 3 mövzu şəkilə aiddir. Növbəti 2 mövzu isə baxın, mətn redaktoru. Daha sonra 3-5-də şəkilli mətn redaktorunda şəkili necə çəkmək olar. Baxın, mövzu dəyişir. Biz deyirik ki,
kiçik summativ qiymətləndirmə bölmənin sonu üçündür. Mən bu üçüncü bölməmi iki hissədən ibarət edib, birinci yarımil üçün 3 summativ, ikinci yarımil üçün də 3 summativ edə bilərəm. Onu belə diqqət elədik ki, üçüncü bölmənin üçüncü mövzusunda artıq mövzudan sonra summativi keçirib birinci yarımili bitirməlisiniz. Proqramı buna uyğun hazırlayın. Yəni bu minusdur və belə halları diqqətinizə çatdıracağam. Müəllim həm müdavim olaraq müəllimlərin işə qəbulunda iştirak edirsinizsə, artıq bu qaydaları da bilmiş olun. Yəni, 2 summativlə yarımili bağlamaq o zaman olar ki, diqqətli olun, o zaman olar ki, orada böyük summativ qiymətləndirmə var. 5-ci sinifdə böyük summativ qiymətləndirmə olmadığı üçün siz məcbursunuz birinci yarımilə 3, ikinci yarımilə 3 kiçik summativ salmaq. Ümid edirəm ki, aydın oldu mənim nə demək istədiyim. Biz başlayırıq birinci mövzumuzun birinci bölməmizin birinci mövzusundan. Birinci mövzumuz belədir, informasiya nədir? Bir də əlavə qeydlər edəcəm sizlərə. Təkcə sinif dərsliyi kimi baxmayın. Eyni zamanda mənim izahlarımda müəyyən qeydlər götürün ki, sinifdə dərs keçərkən də o qeydlərlə uşaqlara daha çox informasiya vermiş olun. Biz başlayırıq. İnformasiya nədir? Ümumiyyətlə hər kəs, belə deyək, bir kəs demək, hər kəs bilməlidir ki, informasiya nədir? İnformasiya məlumatdır. Məlumat. Və yadda saxlayın ki, əziz müəllimlər, birinci, hələ ki bizim dərsliklər köhnə məzmun xətti ilə götürülür. İnformasiya və verilən yeni birinci indi yenilənmiş məzmun xəttimizdə olsa da eyni mənaya gəlir onsuz da. Bu elə birinci məzmun xəttimizdir. İnformasiya proseslərinə aid olan bölməmizdir məzmun xətti olaraq. Yəni, bu məzmun xətti 11-ci sinifə qədər, ümumiyyətlə bilirsiniz də məzmun xətti sinifdən sinifə keçdikcə eyni fənn daxilində dəyişmir. Yəni, bunu da yadda saxlayaq. Yəni, bizim 6-cı sinifdə də, 1-ci sinifdə də, 11-ci sinifdə də məzmun xətti olaraq birinci məzmun xəttimiz dəyişməz. Ümumiyyətlə birinci deyil. Digər 4 məzmun xəttimiz hələ ki 4-dən danışaq, yenilənmişdə 5 məzmun xəttimiz dəyişmir. Yəni, sadəcə bu mövzular dərinləşir. Bu gün də informasiya nədir keçəcək? 6-cı sinif dərsliyində də informasiya adı işləyəcək, keçəcək, verilən keçəcək, 8-də keçəcək, 9-da yenə, 10-da, 11-də informasiya sistemləri. Fikir verirsinizsə, hər il biz informasiya ilə bağlı nələrsə keçirik. Başlayaq, informasiya nədir? Biz uşaqlara necə məlumat verə bilərik və yaxud da əziz uşaqlar, necə tam məlumat ala bilərsiniz ki, nədir bu informasiya? Hər gün televizora baxırıq, informasiya alırıq, hər gün kitab oxuyuruq, informasiya alırıq, dostumuzla söhbət edib yeni informasiyalar alırıq, müəllimi dinləyib informasiya alırıq. Nədir bu aldığımız? Aldığımız bir məlumatdır. Yadda saxlayırıq. Ümumiyyətlə informatikada lazım olan terminlər əsas bu bölmədə. 1. İnformasiya. Birinci informasiyadır. Daha sonra ikinci veriləndir. Üçüncü isə bilikdir. Bunların hər üçü məlumatdır. Yadda saxlayın. Biz soruşuruq, informasiya nədir? Deyirlər, xəbər, məlumat, bilik. Bunu belə öyrənmişik. Amma bu gündən sonra bunu belə öyrənmirik. Yadda saxlayırıq. İnformasiya mənası olan, mənalı məlumatdır. Verilən mənasız məlumatdır. Bilik isə dərk edilmiş, dərk olunmuş məlumatdır. Baxın, hər biri məlumatdır. İnformasiya mənalıdır. Verilən mənasız məlumatdır. Bilik isə dərk olunmuş məlumatdır. Biz məlumatı necə alırıq? Yəni, hər hansı bir məlumatı necə əldə edirik? Yadda saxlayın, insan məlumatı duyğu üzvləri vasitəsilə əldə edir. Yəni, qəbul edir. Qəbul etmək, əldə etmək, yadda saxlayın bu sözləri də. Qəbulu, alınması, toplanması, əldə edilməsi eyni mənaya gəlir. İnsan informasiyanı duyğu üzvləri ilə alır. Əgər sizdən soruşursa duyğu üzvləri, siz 5 duyğu üzvünün adını çəkməlisiniz. Duyğu üzvü deyirəm. Göz, qulaq, burun, dil, dəri.
Amma bunlara uyğun olaraq informasiyanı da 5 növə bölürük. Deməli, biz eyni zamanda bu gün öyrənirik nəyi? İnformasiyanın növləri. İnformasiyanın növləri vizual, səs, səsə audio da deyəcəyik, audio. Audio, qoxu, dad və taktil. 5 duyğu üzvünə uyğun olaraq 5 növə ayrıldı informasiya. Desək ki, informasiyanın növləri hansıdır? Vizual, səs, qoxu, dad, taktil. Yadda saxlayın ki, sağlam insan, heç bir qüsuru olmayan insan 90% gözü ilə, gözlə informasiya alır. 9% qulaq, qulaq. 1% isə bu 3 orqana qalır. 3 orqanımız hansıdır? Burnumuz, dilimiz və dərimiz. Buna 1% düşür. Qulağa 9%, gözə isə 90%. Bunu da yadda saxlayın. Yəni, insan ən çox gözü ilə informasiya alır. Sağlam insan. Daha sonra 9% qulağı ilə, 1% isə burun, dil, dərisi vasitəsilə. Təbii ki, informasiyalarda soruşsa ən az hansı informasiyanı alır? Qoxu, dad, taktili almış olur. İnformatika fənni uşaqlar, ümumiyyətlə abituriyentlər, müəllimlər ən çox belə deyək də, uşaqlara izah edərkən, yəni mən bu dərsləri sanki bir müəllim olaraq sizin sinifdə tədrisinizə əsaslanıb tədris edirəm. Eyni zamanda uşaqlar, təbii ki, bilirəm mən kanalımı ən çox izləyən şagirdlərim var. Eyni zamanda digər məktəblərin şagirdləri, çünki yorumlardan bilirəm. Deməli, biz bir məqamı da yadda saxlayaq, bir tərifi də yadda saxlayaq. Bizim informatika fənnimiz nəyi öyrənir? Hamı bunu bilməlidir. İnformatika nəyi öyrənir? İnformatika fənni, yadda saxlayın, informasiyanı və informasiya proseslərini. İnformasiya prosesləri deyəndə nə bilirik, nə başa düşürük? Baxın, burada bu cümlə var. İnformasiya bildiyi nədir? Məlumat da özünə mənalı məlumat. Proses nədir? İnformasiyanın aparılan dəyişikliyidir. Yəni, informasiyanı toplayırsan, saxlayırsan, ötürürsən, emal edirsən. Yadda saxlayın, 4 əsas prosesimiz var. İnformasiyanın toplanması, saxlanması, ötürülməsi, emalı. Bunlar da birlikdə adlanır informasiya prosesləri. Fiziki sağlam insan daha çox hansı duyğu orqanı vasitəsilə informasiya alır? Araşdıraq, öyrənək. Təbii ki, indi dərsimizin əsnasında da onu mən qeyd etdim sizlər üçün. Göz vasitəsilə yadda saxlayırıq. Bu haqda araşdırma aparın və ilk 2 yerdə olan duyğu üzvünün adını söyləyin. İlk 2 yer dediyimiz nədir? Göz və qulaq. Bəs hansı duyğu üzvü ən az informasiya verir? Biz qeyd elədik ki, onlar 3 dənədir. Burun, yəni orqan olaraq dil və dəri. Sual tapşırıqlara baxaq. Aşağıdakı proseslər zamanı informasiya alınmasında hansı duyğu üzvləri iştirak edir? Toğrul kitab oxuyur. Kitabı oxumaq üçün gözünü görməyi vacibdir. Duyğu üzvləri soruşursa bizdən, bir saniyə qələm aktivləşdirim. Duyğu üzvləri soruşursa, bax, mən məsələn yazıram göz, düzdür? Göz. Amma bizdən soruşsa, Toğrul kitab oxuyur. Bu zaman informasiya hansı formasıdır? Vizual. Qatar yaxınlaşır. Mən qatarın yaxınlaşdığını həm görə bilərəm, görə, eyni zamanda səsini eşidə bilərəm qulaqla. Əsas qulaqla səsi eşidirik, amma gözlə də görə bilərik yaxınlaşanda. Nərgiz mürəbbə yeyir. Mürəbbə dadına baxır. Əsas olan dildir. Dil orqanı ilə. Amma mürəbbəni görmək də olur da, göz də var. Aydındırmı? Teleskop, mikroskop, tərəzi hansı növ informasiya toplamağa kömək edir? Teleskopla biz səma cisimlərinə baxırıq, mikroskopla xırda hüceyrələrə, tərəzi ilə nəyisə çəksin bilirik. Toplamağa kömək edirsə görürük. Biz hansı növ informasiyanı? Təbii ki, vizual. Soruşsa hansı duyğu üzvümüzlə? Göz.
Aşağıdakı fikirlərdən hansı doğrudur? Duyğu üzvlərinin ətraf aləm haqqında bizə verdiyi informasiya həmişə düzgün olur. Bəzən olmaya bilir. Yox. Deyir hansılar doğrudur? Bu həmişə sözü var. Həmişə. Həmişə olmur. Bəzən olur bu. Bəzən olsa doğru olar. Amma həmişə desək, həmişə doğru olmaya bilər. Təqribi qiymət əldə edə bilərik. Tərəzi ilə mütləq ki, o qiymətləri ölçmək üçün bizə çeki ölçə bilən alətlər lazımdır. İnsan informasiyanı duyğu üzvləri ilə alır. Bəli, bu doğrudur. Bu isə yanlışdır. Atalar sözünü izah et. Yüz eşitməkdənsə bir görmək yaxşıdır. Baxın, eşitmək neçə faiz informasiya verir? 9%. Görmək isə 90%. Sizcə hansında yanılma ehtimalınız daha çoxdur? Təbii ki, eşidəndə yanıla bilərsiniz. Doğru bilməyə bilərsiniz. Amma görəndə 90%dir. Artıq orada görmə vasitəsilə tam məlumat əldə eləmiş olursunuz. Ən azından məlumat 100%dirsə 90%-ni əldə etmiş olursunuz. Ümid edirəm aydındır. Birinci mövzumuzun izahı bu qədər. İkinci mövzumuz informasiyanın kodlaşdırılması. Ümumiyyətlə, bizdəki informasiya məlumatdır. Biz məlumatı belə bir sual ünvanlayayım. Yəni, niyə kodlaşdırırıq? Nə üçün? Məlumatımızı koda qoyuruq məxfilik üçün. Düzdürmü? Ümumiyyətlə, kod dediyimiz parollar eyni zamanda kod şifrə mənasını verir. İnformasiyanı müxtəlif şərti işarələrlə təqdim edirik. Həmin şərti işarələrlə təqdim edilməyə deyirik, daha doğrusu bu proses kodlaşdırma adlanır. Şərti işarələr sistemi isə kod adlanır. Yəni məlumat şərti işarələrlə göstərilirsə, bu artıq kodlaşdırma prosesi adlanır. Burada 2 dənə cümləni, sözü yadda saxlasaq sizə kifayət edər. Bir, kodlaşdırma. Kod nə oldu? Şərti işarələr. Kodlaşdırma, koda qoyulma prosesi, kod açma isə dekodlaşdırma. Ümumiyyətlə, yadda saxlayın. İnformatikada D və R sözü hələ ki ikisini yadda saxlayın. İndi 5-ci sinif nəzmində keçiriləcək olan sözlərini. Bunlar inkar edir. Kodlaşdırma, dekodlaşdırma, kod açılır. Modulyasiya, demodulyasiya. R. Size ölçüdür, resize ölçüyü dəyişməkdir. Name addır, rename adı dəyişməkdir. R ilə D-ni yadda saxlayın ki, inkarlaşdırır. Bu da bir maraqlı fakt olsun sizlər üçün. Kodlaşdırmadan biz hər gün demək olar ki, istifadə edirik. Eyni zamanda səviyyələr və qiymətlərlə bağlı 5 əla, 4 yaxşı, 3 kafi, qeyri-kafi isə 2-dir. Eyni zamanda yol hərəkətində istifadə olunan qaydalar var. Üçbucaq olan yol ver. Yəni, kruqlarda belə deyək də, dairəvi yollarda və yaxud da yola çıxanda, digər hallarda yol ver. Yəni, sən dayan, o keçsin. Piyada zolağı və dayanma qadağandır. Orada maşın saxlamaq qadağandır, anında cərmələnə bilirik, belə deyək. Kompüterin iş masasındakı simgələrin ümumiyyətlə, bunlar da bir koddur. Kod nədir? Bizə bir məlumat verir. Birinci qovluğun simgəsidir. Bu, qovluğun simgəsidir. Zibil qabının simgəsidir. Boş qovluqdan söhbət gedir, hər hansı bir. Bunu təbii ki, tanıyırsınız, Google Chrome-dur. Bu da Paint-in simgəsidir. Şəkil çəkmək üçün istifadə olunur Google Chrome browserdir. Zibil qabı silinən faylları biz ora atırıq. Amma təkcə delete ediriksə, gedir bu zibil qabına düşür. Shift delete ediriksə, ümumiyyətlə zibil qabına düşmədən kompüterin yaddaşından silinir. Bu da qovluğumuzdur, belə deyək də. Yeni qovluq yaradırıq, simgəsi bu formada olur. İçində olan məlumata uyğun da qovluğun adını verə bilərik ki, qovluqlarımızın adı nədir? Bir sözdür. Burada belə bir nümunə var. Türk İslam aliminin adında hər bir hərf onun əlifbamızdakı mövqeyini bildirir və bunu da uşaqlara ev tapşırığı olaraq verə bilərsiniz. Eyni zamanda burada işarələr, informasiya nə üçün kodlaşdırılır? Təbii ki, məzmunu qısaltmaq deyə bilərsiniz, eyni zamanda məlumatı şifrələmək üçün deyə bilərsiniz. Riyazi ifadələri yazarkən hansı işarələrdən istifadə edilir? Toplama, çıxma, vurma, bölmə əməlləri, eyni zamanda digər bildiyiniz riyaziyyatda olan düsturlar, şifrələr, bunlar hamısı demək olar ki, düsturlarda istifadə olunan işarələr, riyazi ifadələri yazarkən istifadə etdiyiniz işarələrdir. Yəni, əməllər deyək də. Bu işarələr idman növlərini bildirir. Bunu da ev tapşırığı kimi verə bilərsiniz. Məsələn, birinci ağırlıq qaldırma, üzgüçülük, bu gimnastika, bu da boksdur, səhv eləmirəmsə, yəni belə deyanıbsa.
Araşdıraq, öyrənək blokunda verilmiş üsulla öz adınızı. Təbii ki, burada öz adınızı da kodlaşdıra bilərsiniz. Qoxu və dad informasiyası kodlaşdırıla bilərmi? Xeyr. Dad və qoxunu kodlaşdırmaq mümkün deyil. Yadda saxlayın. Qoxu ilə dad kodlaşmır. Bir qoxunu iyi necə kodlaşdıra bilərsiniz? Hə, təbii ki, bu araşdıraq, öyrənək 4-cü tapşırıq maraqlıdır uşaqlara. Eyni zamanda dərsdə dərs keçən müəllimlərdən söhbət gedir. Öz adlarını əlifba sırası ilə yazmağı ev tapşırığı kimi verməklərində fayda var. İnformasiya modeli. Ümumiyyətlə başlayırıq biz model nədir? Əziz abituriyentlər, bax bu dəqiqə bu videonu izləyən abituriyent varsa, model bizim 4.1, ümumiyyətlə 4-cü bölməmizdir DİM-lə, Dövlət İmtahan Mərkəzindən. Model baxın buradan başlayır. Model bir də 10-cu sinifdə olur. Ona görə deyirəm ki, sinif dərsliyi mükəmməl formada mənimsənilməlidir. Bu gün keçdiyimiz modelləşdirmə bölməsi DİM-lə 4-cü bölmədə sizin 5-ci sinifdə tanış olduğunuz bölmədir. Model, modelləşdirmə, maddi model, informasiya modeli. DİM-dən fərqli olaraq orada bir dənə model, statik dinamik model var, 10-cu sinifdədir. Eyni zamanda modelləşdirmədə qraf mövzusu var. Qraflar, yaxın məsafələr, uzaq məsafələr, ağac informasiya modeli. Ağac informasiya modeli 8-ci sinif, qraf informasiya modeli 9-cu sinifin dərsliyidir. Və əmin olun ki, dərsliyi mükəmməl formada bilən hər bir şagird, abituriyent, eyni zamanda müəllim, müdavim, fərqi yoxdur. Gələcəkdə böyük bir uğur qazana bilər. Çünki dərslikdən kənar heç nə yoxdur. Bəzi mövzular bəli, qəbula dərslikdəki kimi sadə dildə düşmür. Müəllim hər zaman öz üzərində işləməlidir deyə biraz təkmilləşməlidir, təkmilləşdirməlidir, belə deyək. Ona görə birinci başlayırıq. Eyni ilə belə model nədir? Obyektin sadələşmiş bənzəri model adlanır. Obyekt nədir? 2-ci sinifdə keçmişik. Obyekt informasiya ala bildiyimiz canlı cansız hər şeydir. Hər şey. Mən də obyektəm, siz də obyektsiz, kitab obyekti, kompüter obyekti. Yəni biz nədən informasiya ala biliriksə, onlar obyektdir. Hər bir obyektin sadələşmiş bənzəri olur, biz ona model deyəcəyik. Modellər. Təqdim olunma formasına görə. Təqdim olunma, bax qeyd edin, təqdim. Təqdim olunma formasına görə maddi və informasiya modellərinə bölünür. Deməli, model obyektin sadələşmiş bənzəridir. Modellər təqdim olunma formasına görə maddi və informasiya modelinə bölünür. Əgər obyektin görünən əlaməti əks olunursa, yəni obyekt model olaraq onun fiziki oxşarıdırsa, görünən əlamət əks olunursa, bu zaman bu modelə deyəcəyik maddi model. Maddi model, heykəl, mənim görünən əlamətim əks edir. Yer kürəsinin modelidir, qlobus. Şəxsiyyətin, belə deyək də, şəxsiyyət vəsiqüyüz informasiya modelidir. Amma heykəl o şəxsiyyəti bildirir. Maniken, bunlar maddi modeldir. İnformasiya modeli isə maddi modeldən fərqli olaraq, baxın, informasiya modeli bu cümləni yadda saxlayın, onun təsvir formasıdır. Qlobusa nə dedik? Maddi model. Çünki mən qlobusa baxanda, mən bilirəm ki, yer kürə formasındadır. İndi bu kürə kimi düşünək. Xəritəyə baxanda, əslində xəritədə də bilinir bu ekvator xəttindən. Amma baxanda fiziki oxşarın əksələtdirmir onun. O sadəcə onu təsvir eləyir bizə. Xəritə təsvir elədiyinə görə informasiya modeli, qlobus isə maddi modeldir. Yadda saxlayın, informasiya modelinin 4 növü var. Sözlə təsvir, cədvəl, şəkil və sxem informasiya modelinin növləridir. Bunlar eyni ilə DİM-də də düşür, Dövlət İmtahan Mərkəzində, sertifikasiyada. Keçəndəki sual bundan var idi. Sxemlər yol hərəkətlərində istifadə olunur. Bu araşdıraq öyrənəklərə mütləq diqqət edin. Aşağıdakı məqsədlər üçün özünüz haqqında hər hansı məlumat olduğunu araşdırın. Hər bir məqsədə uyğun informasiya modelini qurun. Məsələn, sinif yoldaşınıza 1 yaşında necə göründüyünü göstərmək istəyirsiniz. Nə edirsiniz? Şəkil. Məktəbinizi dəyişirsiniz, sözlə təsvir. Şəxsiyyət vəsiqəsi almalısınız. Məktəbli forması sifariş vermək.
Bunların hamısı ümumən biz ümumi halda model olaraq biz onlara şəklini göstərməliyik və yaxud da atırıq ki, məktəbli formamız nə rəngdədir? Ona uyğun sifariş veririk. İnsanlar modeldən nə üçün istifadə edir? Ümumiyyətlə, insanlar demək, modeldən nə üçün istifadə olunur? Bu səbəbdir. Bunu yaxşı yadda saxlayın. Ya o modeli yaradılan obyektə prototip və ya orijinal deyirlər. Bunu da yadda saxlayın. Ya o model əlçatan deyil. Hal-hazırda mövcud deyil. Məsələn, heç birimiz dinozavru görməmişik, düzdür? Amma hamımız dinozavru tanıyırıq. Oyuncaq olaraq, oyuncaqlar, üzr istəyirəm. Oyuncaqlar modeldir. Dinozavr modelinə baxıb fil demirik ona və ya qarışqa demirik. Dinozavru tanıyırıq. Amma biz onu görmüşükmü? Xeyr, görməmişik. Necə tanıyırıq? Deməli, model vasitəsilə. Eyni zamanda nəsli kəsilməkdə olan heyvanlar, ağaclar, bitkilər, bunların hər biri modelin hazırlanmaq olur. Model hazırlanarkən, model dedikdə biz həm informasiya, maddi modeli ola bilir. Yəni, həm şəkli ola bilər. Adam var, dünyasını dəyişib, düzdürmü? Və yaxud da 92-93-ün şahidləri. Hamısı şəkilləri var. Biz onu bizə təqdim eləyirlər. Necə? Şəkillə. Daha sonra modeldən nə üçün istifadə edilir? Bir bildik ki, mövcud deyilsə o model, insan sağlamlığına ziyanı varsa, müəyyən silahlar, atomlar, bunlar təbii ziyanlıdır. Eyni zamanda orijinallığı hazırlamaq baha başa gələrsə, bir avtomobil düşünün şirkəti, o öncə onun modelini hazırlayır. Uyğunluq olarsa, onu təbii ki, reallaşdırır. Təsəvvür reallaşdırıb səhv bir şey olub və nə qədər küllü miqdarda ziyan olur. Ona görə modeli yaratma səbəbləri olub ki, bunlar, yəni insanlar ümumiyyətlə modeldən nə üçün istifadə ediblər? Orijinal mövcud olmayanda, daha sonra orijinal əlçatmaz olanda, insan sağlamlığına ziyan vuranda, maddi, belə deyək də, orijinal hazırlamaq baha başa gələrsə, bu hallarda. Nə üçün bir obyektin bəzən bir neçə müxtəlif modeli qurulur? Çünki onun sadələşmiş bənzəridir. Bəli, istənilən halda təqdim etmək üçün elə bir neçə bənzər obyekti ölçüsündə fərqi ola bilər, və yaxud da informasiya maddi formada modeli qurula bilər, hər iki formada. Riyaziyyat və təsvir incəsənət dərslərində hansı informasiya modelini qurursunuz? İnformasiya modeli təsvirin, belə deyək də, təsvir olunma formasıdır. Hansısa funksiyalar, qrafiklər təqdim edirsiniz. Düzdür, təsvir incəsənətdə də həmçinin nəyəsə şəklini çəkirsiniz. Təbii ki, şəkil çəkmək məsələsi. Ümid edirəm, bu da aydın oldu. Sadə haldadır, sadəcə tanış olursunuz bu bölmələrlə, bu mövzularla. Daha sonra gəlir informasiyanı ölçmək olarmı? Təbii ki, məlumatdır. Məlumatı necə ölçürük? Hər bir, belə deyək, anlayışın ölçü vahidi var. Çəkinin, kütlənin. Burada da bizdə ölçü vahidi. Məlumatı necə ölçək? Məlumatı ölçmək üçün bizə ölçü vahidlərini bilmək vacibdir. Yadda saxlayırıq. Ən kiçik ölçü vahidimiz bit, əsas ölçü vahidimiz isə, bax, ən kiçik ölçü vahidimiz bit, ən kiçik. Əsas ölçü vahidimiz isə əsas baytdır. Yadda saxlayın. Bit heç vaxt qısalmır, bayt isə qısaca bu yazıla bilir. Bit nədir? İkili rəqəm sözündəndir. Binary digit. Bit sözü buradan yaranıb. Bi, bu da t. Bit. İkili rəqəm deməkdir. Bit ya sıfırdır, ya birdir. Yəni, bit sözü də belə yaranıb. 8 ardıcıl bitə 1 bayt deyirik. Əsas ölçü vahidimiz baytdır. Bundan başqa böyük ölçü vahidlərimiz var. Biz gəlin ölçü vahidlərlə də tanış olaq. Böyük ölçü vahidlərimiz kilobayt, megabayt, gigabayt, terabayt. Burada var, bir saniyə. Terabayt. Terabayta qədər verir dərslikdə hələ ki, 5-ci sinif olduğuza görə. Böyük ölçü vahidləri bir-birindən fikir verib 1024 dəfə fərqlənir. 1024 dəfə. Təbii ki, 5-ci sinif şagirdinə bunu başa salmaq biraz çətin olar, onlar qüvvət üstü keçməyib, amma biz müəllimlər və müdavimlər, tələbələr, abituriyentlər üçün deyək ki, böyük ölçü vahidləri bir-birindən küsü 10 dəfə fərqlənir. Yəni, 1 kilobaytımız küsü 10 baytdır, disi neçə bitdir? 203-ə vuracaq, olacaq 213 bit. Daha sonra
Megabayt. Mega 210 kilobaytdır. O zaman bayta çevirsək, bunu bayt yazar. 220 bayt olur. Onu da 3'e vursuq. 223 bit olmuş olur. Bu ardıcıllığı onsuz da mən sizə ölçü vahidlərini dərindən keçəndə yenidən tədris edəcəm. Əsas ardıcıllığı yadda saxlayın keçidlər üçün. Bit, bayt, kilobayt, megabayt, gigabayt və terabayt. Bu ardıcılığı bilin. Kiçik ölçü vahidindən kiçikdən böyüyə keçəndə bölürük. Ç, bu. Yaxşı. Kiçikdən böyüyə. Mən deyirəm ki, 16 bit neçə baytdır? Neyləyəcəm? 16-nı böləcəm 8-ə. Niyə? Bilirəm ki, 1 baytım 8 bitdir. 16 bölürüm 8-ə olur 2 bayt. Kiçikdən böyüyə keçəndə bölürəm. Böyükdən kiçiyə keçəndə vururam. Mən deyirəm 4 bayt neçə bitdi? Neynirəm? 4'ü vururam 8'ə, olur 32 bit. Aydındır? Deməli, iki qaydanı yadda saxlayırsınız. Böyükdən kiçiyə keçəndə vururuq, kiçikdən böyüyə keçəndə bölürük. Ölçü vahidlərini mütləq bilin. Deyir ki, araşdıraq, öyrənək, bu informasiya daşıyıcıların tutumunu öyrənin. Birinci disketdir. Disketlərin tutumu 1,44 megabayt olur. Əvvəllər istifadə olunurdu. Bu FFT diskidir. FTD. Floppy driver disk də deyirdilər buna. 3,5 düyümlük disk də deyirik biz buna. CD-dir. CD-nin tutumu 700 megabaytdır. Ümumiyyətlə, CD ilə DVD bir-birindən sadəcə tutumuna görə fərqlənir. Bu da 4,7 gigabaytdan başlayır yuxarı. Fləşlər də böyük ölçü vahidindən, belə deyək də, gigabaytlarla olan ölçü vahidləri var, terabaytla olan. Yəni, bunların tutumu artıq, yəni bəlli olaraq, məsələn, 16 gigabaytdan yuxarı deyək və yaxud da indi bilmirəm, digərləri terabayt deyək, fərq etmir. Bu da ölçü vahidləri haqqındadır. Burada araşdıraq, öyrənək. Əslində, ev tapşırığı kimi şagirdlərə də verə bilərsiniz müəllimlər. Həm araşdırsınlar, öyrənsinlər, özlərinin araşdırmağı, özlərinin öyrənməyinə gətirib çıxaracaq. Daha sonra, deməli, burada sual tapşırıqlar var. Gəlin bunlara da baxaq sizlər üçün. Bit nədir? Bit dedik ki, ən kiçik ölçü vahididir. Binari digit sözündəndir. İkili rəqəmdir. Ya 0-dır, ya 1-dir. 1 kilobayt deyil neçə bitdir? 1 kilobaytı 1024 baytdır. Bunu da 8'e vursam 8192 bit olar. Həcmi 4 GB-dır və deyir ki, 700 megabaytlıq informasiya tutur. Hər bir disk bu filmi neçə diskə köçürmək olar? 4 GB neçə megabaytdır? 4 vurulsun 1024. Bu da olur 4096 megabayt. Düzdür? İndi mənim bir diskim 700 megabayt yer tutur. Baxın, 4096-nı bölərəm 700-ə. 6 dəfə olsa 42, 5 dəfə. 3500. Burada mənim qalığım qalır. 6, 9, 5. Düzdür? 596 qalığım qalır. Mənə deyir ki, bu məlumatı yığmaq üçün, filmi köçürmək üçün neçə? 5 dənə diskə tam yazılır. 596 yerdə qalır axı məndə. Sanki 596 megabaytım qalır. Mənə bir dənə də disk lazımdır da bunu yığmağa. 700 megabaytlıq. Onda olacaq 6 dənə ümumi diskim. Çünki məlumat yerdə qala bilməz. Sanki sizə deyirəm ki, 10 kiloqram almuz var. Baxın. 3 kiloqramlıq da yeşikdir. İndi deyirəm 10 kiloqramlıq almanı 3 kiloqramlıq yeşiyə yığdın. Yığıb hamısını yerləşdirmək üçün. Neçə dənə yeşik lazımdır sənə? Sən 3 dənə yeşik deyə bilərsən buna. Xeyr. 3 dənə olsa 9 kiloqram olur. O yerdə 1 kiloqramın qalır axı. Bu 1 kiloqram üçün də bir dənə yeşik lazımdır da. Ona görə belə məsələlərdə deyirik 4 yeşik. Yox, tam götürməlidir. Aydındır. 5-ci sinif söz birləşməsinin informasiya həcmi. Yadda saxlayın ki, hələ ki 7-ci sinifə qədər belə gedirik. Hər bir simvol bərabərdir 1 bayt. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Yadda saxlayırıq boşluq,
simvollar, bir kənar dırnaqlar nəzərə alınmır. Yadda saxlayın. Qalan bütün məlumatları sayırsınız. Boşluqları da, tireni də, vergülü də, dırnaq ortada olsa onu da. Burada oldu 10. 10 nə? Byte. Vurulsun 8. Bu da olur 80 bit. 80 bit cavabı var. 10 byte olsaydı 10 byte olacaqdı. Klaviatura və kursor sözlərinin informasiya həcmlərinin müqayisə. Tapın və müqayisə edin. 2, 4, 6, 8, 10 dənə budur. 10 byte. Kursor da 2, 4, 6 byte. Müqayisə edirəm. Klaviatura sözü kursordan böyükdür. Yazı makinəsində yazılmış bir səhifənin bir səhifədə təxminən 30 sətir, hər sətirdə 60 simvol və bir simvolun da tutduğu yer 1 bayt olduğunu nəzərə alaraq bitinən tap. V bərabərdir sətir 30 vurulsun 60 vurulsun 1 bayt. Bu da bərabərdir 1800 bayt. Amma mənə deyir bitinən. Vurulsun 8-ə. Bu da bərabərdir. 18-i 8-ə vursam 4 yazacağam. 4, 1. Deməli 144-ü yazıram. Yanına da 2 dənə 0. Onda olur 14400 bit. Aydındır. 14400 bit. Bu da belə. Tapşırıqlara da baxırıq ki, həm yenə deyirəm, şagirdlər, həm müəllimlər, həm sertifikasiyada əsas özəl bunlara baxın. Sertifikasiya imtahanları ən çox sinif dərsliyinə istinad edir. Bunu yadda saxlayın. Ümumiyyətlə, dim də məncə. Biraz bir-iki bölmə var ki, onları biraz diqqətli olmaq lazımdır. Ümumiləşdirici tapşırıqlarına da baxaq. Birinci bölməni yekunlaşdıraq. Birinci, Orxan, deməli, anası Orxanın alnına toxundu və dərman gətirməyə getdi. O, Orxan haqqında hansı informasiya aldı? Təbii ki, bilirik də, özümüz də qızdırmamız olanda deyirik, ay, istəyəm, qızdırmam var. İnsan ətraf aləminə informasiyanı əsasən bu duyğu üzvü ilə alır gözlə. Deyir ki, saitlər 0, samitlər 1-dir. Alətlər sözündə A saitdir 0, L 1 olacaq, Ə sait 0, T 1 olacaq, L 1 olacaq, 0, 1. Belə bir ardıcıllıq olacaq. 0, 1, 0, 11, 0, 1. Bax, bu C variantı. Sanki alət sözünü kodlaşdırırıq. Buna deyirik kodlaşdırma. Futbol oyunda hakimlərin istifadə elədiyi sarı kart, qırmızı kart. Məsələn, sarı xəbərdarlıqdır, qırmızı artıq oyundan uzaqlaşdırma. Fuad xoşladığı avtomobilin şəklini dostuna göstərdi. Şəkil burada nə olur? Təbii ki, informasiya modeli. İnformasiya modelinin növlərini bir də xatırlayaq. Sözlə təsvir, şəkil, cədvəl, sxem. Yandakı şəkil nəyin informasiya modelidir? Nəyin? Günəş sisteminin. Mən bunu günəş sistemi bilirəm. Bu suala bir də gələn dərs bir dəfə də baxarıq, amma coğrafiyada ən çox günəşə aid olduğuna görə günəş sistemləri. Daha sonra ən böyük informasiya həcmləri həcmləri müqayisə edirik. Baxaq görək hansı ən böyükdür. Birinci 1024 bayt. Hamısını eyni ölçü vahidinə gətirək. Bir saniyə bunu biraz aşağıya doğru çəkək. Bu baytdır. Bitə çevirsək 8192 bit. Bu bitdi. Bu baytdır. Bu onsuz bundan böyükdür. 1 kilobaytda 1024'dür. Yenə bunlar. Bunlar ikisi bərabərdir. 2048 bayt bit kiçikdir. Onda baxın, bunlar 1024'dür. Bu isə 1025'dir. Çaşdırıcı sualdır. 1024'dən 1025 böyükdür. Ən böyük vahidi 1025'dir. Amma desən kiçik, ən kiçik olardı bu. Nümunə sözünün informasiya həcmi 2, 4, 6'dır. 6 bayt. Baxıram variantlarda 6 bayt yoxdur. Vururam 8-ə. Olur 48 bit. 48 bit olan. Baxın, bayt olmaz, bit olmaz, bit var, bitdir. 6 bayt olar. Oğuz elində belə bir adət var. Oğuz igidləri, xatunlar şənliyi, toya çağıranda uca dağın başında bir tonqal qalanardı. 2 tonqal qalananda da bilərdilər ki, elin başında qəza var. 2 tonqalda. Burada informasiya prosesi baş verir. Bəli, ötürülmə prosesi. Yadda saxlayın. Məlumat ötürülür də. Şənlik olanda bir tonqal,
İki donqalqalayanda da hamı bilirmiş ki, elin başında hansısa bir, belə deyək də, hadisə var, təhlükə var və sair və ilə axır kimi deyə bilərik. Bu video izahımda sizə 5-ci sinifin 1-ci bölməsini izah etdim. 5 bölmədir. Çalışacağam bu həftə bu bölmələr, bu 5-ci sinifi bitirim sizin üçün. Siz də diqqətli olun. Daha sonra metodikdən ardıcıl gedəcək təbii ki, dərslər. Metodikdə olan kiçik summativ qiymətləndirmələr bir yerdə həll edəcəyik. Ondan sonra buna dair suallarımız olarsa da şərhlərdə qeyd edin və mövzuların dərinlik səviyyəsini artırdıqca deyim, eyni zamanda digər vəsaitlərdən də sizlərə testlər təqdim edəcəm, eyni zamanda izahları ilə birgə. Diqqətinizə görə minnətdaram. Növbəti video izahda görüşənədək videonu paylaşmağı unutmayın. Yəni daha çox insana faydamız olsun deyə daha çox paylaşım edin. Növbəti izahda görüşənədək.